Salam, əziz müəllim və abituriyentlər. Hər vaxtınız xeyir olsun. Bu gün biz belə deyək, ilk dərsimizdir. İlk dərsimiz nəzəri ilk dərsimiz. Və mən sizə ibtidai icma quruluşunun və onun mərhələlərini, orada olan hadisələri izah eləmək istəyirəm. Və belə deyək, ibtidai icma quruluşu insanlıq tarixinin ilk mərhələsidir. Bunu biz insan tarixi kimi götürə bilərik. Məsəl üçün bir insanın uşaqlıq dövrü kimi də götürə bilərik və o uşaq belə deyək ilk sinifə gedəndə, yəni ibtidai sinifə gedir. İbtidai, yəni ilkel insanlardan bəhs eləyəcək və ibtidai icma quruluşu 3 yerə bölünür. Daş, tunc, dəmir dövrü. Biz birinci daş dövrünü keçəcək. İndi burada bəhs eləyir ki, alimlər müəyyən etmişlər ki, ibtidai insanlar onlar üçün mühüm əhəmiyyətli olmuş əlverişli təbii coğrafi şərait olan ərazilərdə məskunlaşmışdılar. Yəni nə deməkdir bu? Yəni onlar üçün uyğun olan, onlar üçün daha rahat olan ərazilərdə məskunlaşmağa başlamışdılar. Və bunların yaşayışın təbiət belə deyək, təbiət müəyyən eləmişdir. Məsələn, təbiət insanların yaranması və inkişafına təsir göstərmişdir. İnsanların məskunlaşmasına və yayılmasına təkan vermişdir. İnsanların geyiminə təsir göstərmişdir. İnsanların əmək alətləri hazırlanmasına şərait yaratmışdır. Yəni hər şey bu dövrdə təbiətdən asılı idi. İnsanlar belə təbiətdən qidalanırdılar və yadınızda qalsın ki, ibtidai icma quruluşunda, yəni ilk mərhələlərində, yəni daş dövründə biz mənimsəmə təsərrüfatından bəhs eləyəcəyik. Mənimsəmə yəni təbiətdən asılılıq deməkdir. Mənimsəmə təsərrüfatı insanların təbiətdən qidalanması deməkdir. Gəlirik nəyə? Azərbaycanda qədim insan məskənlərindən bizdə burada bəhs eləyir Qarabağda Azıq Tağlar, Zar, Daşsalaqlı, Damcılı, Qazaxda, Kəlbəcərdə Zar, Lerikdə Buzeyir mağaralarıdır. Mingəçevirdə Qaraca mağarasıdır, Naxçıvanda Qazma mağarasıdır və belə deyək, burada ibtidai cəmiyyətin mərhələləri var. Bayaq az öncə dediyim kimi daş dövrü, tunc dövrü, dəmir dövrünə bölünür. Və sonradan da belə deyək, ilk metalın kəşfi ilə eneolit dövrdə tunc mərhələsinə keçid dövrü kimi adlandırılır. Gəlirik ilk belə deyək, daş dövrünün ilk mərhələsi olan paleolit dövrünə. Və paleolit dövrü burada, paleolit dövrü paleolit dövrü belə deyək, paleo sözü qədim, lit sözü daş deməkdir. Və yadımızda saxlayaq ki, burada deyir ki, paleolit dövrü ilk insan tipinin bacarıqlı insanın yaranmasından eramızdan əvvəl 12-ci minilliyə qədər davam eləmişdir. Yəni ilk insan tipi 1,5-2 milyon il əvvəl yaşayır, əmələ gəlir Azərbaycanda, Azərbaycan ərazisində və 12-ci minilliyə qədər davam edən dövrə biz paleolit dövrü deyirik. Paleolit yenə təkrar edirəm, paleo, qədim, lit, daş demək, yəni qədim daş dövrü. Paleolit dövrünün ilkin mərhələsi. Deməli, deyir ki, paleolit dövrünün ilk mərhələsi biz əvvəlki kitablarda alt, orta və üst paleolit kimi qeyd edirdik. Burada isə paleolit dövrünün ilkin mərhələsi paleolit dövrünün sonrakı mərhələləri kimi davam edir. Uşaqlar, deməli, dövrün əvvəllərində deyir ki, biz bu dövrdə insanlar çay kənarlarında, təbii mağaralarda aşağıdakı zərurətdən bircə yaşamağa başladılar. İndi qısacası demək istəyirəm ki, paleolit dövrünün hər 3 mərhələsində bir insan tipi yaranır. Paleolit dövrünün alt paleolit, orta paleolit, üst paleolit. Yəni paleolit dövrü 3 yerə bölünmürdü. Onun hər mərhələsində bir yeni insan tipi yaranır. Və bu dövr mərhələləri içərisində yeni insan qrupları mövcuddur. Yəni alt paleolit dövrünün, yəni paleolit dövrünün ilkin mərhələsində ilk insan tipimiz bacarıqlı insandır. Birazdan ondan bəhs eləyəcək. Gəlirik nəyə? Deyir ki, ilk insan, ilk paleolit dövrünün başlaması ilə ibtidai icma quruluşu başlayır və ilk əmək alətləri ağacdan və çay daşlarından hazırlanmışdır. Çaxmaq daşı, bazalt, obsidiandan da, vulkanik dəvə gözündən də istifadə etmişdilər. Qaşov tipli alətlər düzəltmişdilər. Bunu bilmək maraqlıdır. Burada deyir ki, bizim yəni insanlıq tarixinin ilk tapıntısı Şərqi Afrika qitəsinin Kenya ərazisində olan Turkana gölü ətrafında arxeoloji qazıntılar nəticəsində 1994-2006-cı illərdə qazıntılar zamanı əldə edilən tapıntıların yaşı 6 milyon il müəyyən edilmişdir. Yəni ilk dünya tarixində ilk insan Şərqi Afrika ərazisində Kenya belə deyək dövlətinin ərazisində tapılmışdır, Turkana vadisində. Sonra
uşaqlar deməli, paleolit dövrünün ilkin inkişaf mərhələsi ibtidai insanlar yığıcılıq və ovçuluqla məşğul olmuşlar. Bu mənimsəmə təsərrüfatı adlanır. Mənimsəmə təsərrüfatını az öncə izah elədim sizə. Dedim ki, mənimsəmə təsərrüfatı təbiətin asılılıq deməkdir. Məsələn, o dövrdə insanların bir istehsalı yox idi. Bir şey istehsal eləmirdilər. Ancaq təbiətdən qidalanırdılar. Meyvə yığırdılar, heyvan ovlayırdılar, özlərini təmin etmək üçün. Gəldik nəyə? Deyir ki, ona görə onlar əmək alətlərini təkmilləşdirdilər və yeni alət sapacaq hazırladılar. İndi uşaqlar, bayaq mən dedim ki, paleolit dövründə ilk insan tipi olan bacarıqlı, yazıram bir dəqiqə. Bacarıqlı insan. Bacarıqlı insan və insan qrupu. İnsan qrupu nədir? İnsan qrupu insanların birgə yaşayışı. Adlanır ulu icma. Ulu icma adlanır. Burada qeyd edirəm, sonra bunlar onsuz da silinəcək. Deməli, ilk insan tipi alt paleolit dövründə, ilkin mərhələsində, paleolitin ilkin mərhələsində oldu bacarıqlı insan, amma insan qrupu adlanır ulu icma. Bacarıqlı insan alt paleolit dövründə, ulu icma da alt paleolit dövründə yaranıb. Amma davam eləyir, növbəti mərhələdə davam edir. Yəni orta paleolit dövründə də davam edir. Sadəcə belə deyək, ulu icma haqqında bir şey deyim sizə. Ulu icma kör-təbii xarakteri daşıyır. Məsəl üçün o dövrdə insanların tam ağlı kəsmədiyindən, danışa bilmədiyindən, bir-birlərini belə deyək, anlamadığından, indi ifadəmə görə üzr istəyirəm, bənzətməyə görə heyvana bənzər bir quruluş belə deyək, təşkil edirdilər. Yəni misal üçün belə deyək, hansısa heyvan növünü bir yerə əraziyə buraxdıqda gedib özünə bənzər heyvanla qruplaşacaq. O dövrdə də insanlar kör-təbii olaraq bilərəkdən və yaxud da bilməyərəkdən içgüdüsel olaraq gedib belə deyək, özlərinə bənzər insan tipləri ilə belə deyək, qrup halında yaşamışdılar. Bunlar necə deyim sizə, bunlar dözümlü deyildilər də, dözümlü olmurdular. Çünki bir insan qrupu digər insan qrupuna hücum edəndə bunlar tez dağılırdılar. Yəni tez yaranıb tez dağılırdılar. Sonra uşaqlar ulu icmanın xüsusiyyətləri burada verir. Kör-təbii şəkil yaranmışdır, tərkibi möhkəm və daimi deyildi, tez-tez dağılır və yeniləri yaranırdı. Sonra deyir ki, ətin odda bişirilməsi yeməyin yaxşı həzm olmasına və çənənin çeynəmə yükünün azalmasına səbəb olmuşdur. Burada biz demirik, od yoxdur. Od var, od əvvəldən var, ovçuluq da əvvəldən var, od da əvvəldən var. Amma odun necə şəkildə var? Təbii. Yəni süni od söhbəti keçmiş kitablarda, yəni belə deyək, 2 il əvvəl kitablarda orta paleolit dövründə dəyinirdi ona, süni odun yaranmasına. Gəlirik nəyə? Azıq mağarasına. Azərbaycanda alt paleolit dövründə bir dənə yaşayış məskəni var, o da Azıq mağarasıdır. Azıq mağarası Məmməd Əli Hüseynov tərəfindən 1968-ci ildə belə deyək, aparılan qazıntılar zamanı orada azıxantropun və yaxud da ki, azıq adamı adlandırılan bir insanın sümüyünə rast gəlmişdilər. Və belə deyək, Azıq mağarası Quruçay vadisində yerləşdiyinə görə həmin alt paleolit və yaxud da ki, paleolitin ilkin mərhələsi olan dövrü biz Quruçay mədəniyyəti dövrü adlandıra bilərik. 1968-ci ildə Məmməd Əli Hüseyn tərəfindən azıq adamı adlandırılır, belə deyək, azıxantrop adlandırılan insan tipinin qalıqları tapılıb, alt çəmən sümüyü tapılıb, 700 min il bundan əvvələ aid ocaq izləri tapılıb və tikinti qalıqları aşkar edilmişdir. İndi burada alt paleolit dövründə biz deyə bilərik ki, alt paleolit dövründə burada ibtidai dini təsəvvürlər, bir də sadə incəsənət yaranıb. Yəni bizdən soruşsalar ki, testdə düşsə ki, ibtidai incəsənətlə, ibtidai dini təsəvvürlərlə sadə incəsənət hansı dövrə aiddir? Biz təbii olaraq deyəcəyik ki, alt paleolit dövrünə aiddir və yaxud da ki, Azıq mağarasında tapılmışdır və cızılmış ayı kəllələridir, aşkar edilməsi, dini ayinlərin yaranması ilə bağlıdır. Sonra gəlirik paleolitin növbəti mərhələsinə. Paleolitin növbəti mərhələsi təbii ki, keçmiş kitablarda olduğu kimi orta paleolit dövrüdür. Orta paleolit dövründə artıq insan yaşayış məskənləri çoxalır. Yəni alt paleolit dövründə ilkin mərhələdə belə deyək, tək Azıq mağarası idisə, bu dövrdə yaşayış məskənləri çoxalır. Naxçıvanda, Qarabağda, Qazaxda,
və yaxud da ki, digər bölgələrdə əslində biz bilmirik, bildiyimiz Naxçıvan, Qarabağ, Qazax bölgələridir. İlk dəfə olaraq bu dövrdə uşaqlar burada da qeyd edir ki, ituculu alətlər. Yəni bizdən soruşsalar ki, ituculu alətlər ilk dəfə olaraq hansı dövrdə yaranıb? Orta paleolit dövründə. Burada da əvvəldə qeyd etdiyim kimi demişdim ki, hər paleolit dövrünün bir mərhələsində yeni insan tipi yaranır. Hansı insan tipidir? Neandertal insan tipidir. Neandertal insan tipi uşaqlar belə deyək, yaşayışı barədə məlumat verir. Paleolit dövrünün sakinləri olmuşdular. Açıq yaşayış yerlərində, mağaralarda, komalarda yaşamışdılar. Açıq ərazilərdə nəhəng heyvanların sümüklərindən və iri qaydaşlarından yaşamaq üçün tikililər hazırlamışdılar. Məşğuliyyəti yenə də mənimsəmə, təbiətin hazır nemətlərindən istifadə etmişdilər. Əsas məşğuliyyəti ovçuluq olmuşdur. Yəni burada ovçuluq alt paleolit dövründə də var idi, burada da var idi. Yeni əmək alətləri hazırlamışdılar. Dini görüşlər, deməli, ibtidai dini görüşlərə malik olmuşdular. Arxeoloji qazıntılar zamanı aşkar olunmuş qəbirlərindən dəfn mərasimi olduğunu və onlardan bəzi dini görüşlər formalaşdığını başladığını göstərir. Belə deyək, 2 il əvvəl kitablara əsasən burada deyirdilər ki, yəni orta paleolit dövründə deyirdilər ki, belə deyək, axirətə inan orta paleolit dövründə yaranır. Sadəcə burada dəyişdirilmiş sözə uyğun olaraq deyir ki, ibtidai dini görüşlərə malik olmuşdular. Sonra bunu bilmək maraqlıdır. Azərbaycanın cənubunda yerləşən Urmiya şəhərində, indiki İranın tərkibindədir, İran İslam Respublikasının Neandertal adamın qalıqları tapılıb. 40-50 min il əvvələ aid belə deyək, ibtidai insanların Azərbaycanda ən qədim çağlardan davamlı yaşadığını sübut edir. Və mağaranda da Tamtama mağarasıdır. Urmiya şəhərində yerləşir və bu yenilikdir. Paleolit dövrünün son mərhələsi. Gəlirik paleolit dövrünün son mərhələsinə. Yəni üst paleolit dövrünə. İndi bir şey də demək istəyirəm. O sonda deyərəm. Paleolit dövrünün son mərhələsi uşaqlar, ağıllı insanın qəbilənin yaranması. Aha. Paleolit dövrünün son mərhələsində də yeni insan tipi yaranır, amma bu səfər yeni insan qrupu da yaranır. Deməli, insan tipi adlanır ağıllı insan və yaxud da ki, digər adı ilə Homo sapiens. Homo sapiens və paleolit dövrü 35-ci minillikdən 12-ci minilliyə qədərdir. Bax, biz dedik ki, belə deyək, biz dedik ki, 2 milyon il əvvəl başlayan 100 mininci ilə qədər 2 milyon il əvvəl belə deyək də, əvvəl başlayan 100 min il bundan əvvələ qədər davam edən 100 min il əvvəl qədər davam edən nə idi? İlkin mərhələ alt paleolit. Alt paleolit. Aha. 100 min ildən 35 mininci ilə qədər 100 mininci ildən, burada yazım qeyd edeyim, 100 mininci ildən 100-dən 35-ə qədər davam eləyən 100-dən 35-ə qədər davam eləyən orta paleolit 35-dən 12-yə qədər davam eləyən isə paleolitin son mərhələsi olan üst paleolit dövrü olacaq. Bu minillikləri qarışdırmağınızı başa düşürəm, amma növbəti belə deyək dərsdə, yəni bunun ikinci mərhələsində Tunc dövrünə ayrı keçəcəm. İkinci mərhələsində tamamilə asanlıqla öyrənəcəksiniz. Onun yolunu deyəcəm, öyrənəcəksiniz. Deməli, paleolit dövrünün son mərhələsində yeni insan tipi var, yeni insan qruplaşması var. Yeni insan tipi nədir? Ağıllı insan. Ağıllı insan nədir? Ağıllı insan bizim kimi danışa bilən, dik qamətli gəzə bilən, beyin kütləsi böyük olan, bir-birini tanıyan, öz anasını, öz belə deyək, xalası oğlu, ana tərəf qohumlarını, ata tərəf qohumlarını tanıya bilən insan tipinə deyilir. Dostunu tanıyan, yəni bilir ki, bu mənim doğmamdır. Onu bilən insan tipinə biz ağıllı insan deyirik. Ağıllı insanın nə edəcək? Ağıllı insan qəbilədə formalaşacaq. Qəbilədə qruplaşacaq. Qəbilə icmasında. Yəni ul icma körtəvi idi, amma qəbilə icması körtəvi deyildi. Nəsli xarakter daşıyırdı. Ananın ana tərəfinin qohumlarının və yaxud da ki, digər qohumlarının birləşməsi nəticəsində qəbilə yaranır.
Üst paleolit dövrü 35 min ildən 12-ci minilliyə qədər davam eləyib. İnsan fiziki və əqli cəhətdən daha da inkişaf eləyir. Səsli nitq yaranır. Səsli nitq nədir? Danışıq qabiliyyəti. Əmək fəaliyyətinin artması, şüur və düşüncənin inkişafı səsli nitqin yaranmasına səbəb olur. Ulu icma dağılır. Yəni ulu icma alt və orta paleolit, yəni ilkin və orta paleolit dövrünü əhatə eləyir və yerində qəbili icması olan nəsli icma yaranır. Qəbili icmasının digər adı nəsli icmadır. 35 min bundan əvvəl Azərbaycanda ağıllı insanın, yəni Homo sapiensin formalaşma prosesi başa çatır. Deməli, qəbilə qan qohumluğu əsasında, yenə də deyirəm, bayaq az öncə dedim ki, artıq ağıllı insan, Homo sapiens öz qohumlarını tanıyır. Yəni qan qohumu olduğunu bilir. Bax ki, mən xalam oğlunun kim olduğunu bilirəm və onu digər tayfa deyirəm, qəbilə ilə döyüşə gedərkən, vuruşma gedərkən və yaxud da ki, heyvan ovlamağa gedərkən o təhlükədə olursa onu qorumağı bacaracaq. Çünki bilirəm, çünki mənə yaxın adamdır. Yəni bunu bilir artıq. Ağıllı insan bunu bilir. İndi qəbilə qan qohumu olan insan birliyi idi. Qəbilənin həyatında qadın mühüm rol oynayırdı. Buna görə də qəbilədə ana üstün yer tuturdu. Yəni bu üst paleolit dövründə, yəni paleolitin son mərhələsində nə yaranır? Qəbilə və qəbilə hansı belə deyək, insan ətrafında birləşir? Ana tərəfinin insanlar ətrafında birləşir və ana xaqanlıq, ana önə çıxır və qadının belə deyək, hakimiyyəti olan matriarxat deyilən bir dövr başlayır. Ta ki Tunc dövrünə qədər. İndi uşaqlar gəlir nəyə? Ana xaqanlığı matriarxat çağında qadının qəbilədə rolu. Uşaqların qayğısına qalırdı, yığızlıqla məşğul olurdu, odu qoruyub saxlayırdı, yemək hazırlayırdı. İndi kimi. Qədim daş dövründə belə deyək, insan tipləri, yəni birinci mərhələsində ilk insan tipi bacarıqlı idi, ikinci mərhələsində Neandertal insan idi, üçüncü mərhələsində isə ağıllı insan olan Homo sapiens idi. Gəlirik qəbilə icmasının ulu icmadan fərqli cəhətlərinə. Burada deyir ki, insanlar qan qohumluğu və nəsli ana xətti ilə birləşirdi. Ulu icma kimi kör təbii deyil, daha möhkəm xarakter daşıyırdı. Yəni bunlar hər hansı bir davaya gedəndə və yaxud da ki, bir müharibə eləyəndə, bir döyüş eləyəndə bunlar daha möhkəm idi. Çünki bir-birlərini qoruyurdular. Bir-birlərinin yaxın olduğunu bilirdilər. Azıq adamı. Neandertal insan və ağıllı insan üçün oxşar cəhətlər nədir? İkisi də paleolit dövründə yaşayıb. Çay kənarlarındakı mağaralarda yaşamışdılar. Sadə daş alətlərdən istifadə etmişdilər. Mənimsəmə təsərrüfatı, ovçuluq və yığıcılıqla məşğul olmuşlar. Burada istehsal təsərrüfatı yoxdur. Burada ancaq təbiətdən asılılıq var. Paleolit dövründə ümumiyyətlə istehsal təsərrüfatı olmuyor. Bacarıqlı insandan fərqli olaraq ağıllı insan deyir ki, ağıllı insan danışa bilirdi, amma bacarıqlı insan və yaxud da ki, Neandertal insan danışa bilmirdi. Fiziki və əqli cəhətdən daha çox inkişaf etmişdi deyir. Yəni diş qamətli gəzə bilirdi, əqli cəhətdən daha belə qamətli idi. Daha doğrusu fiziki cəhətdən daha qamətli idi. Belə deyək, ağlı daha inkişaf eləmişdi. Qəbilə icmasında belə deyək, yəni nəsli icmada ana xaqanlıq dövründə yaşamışdı. Yəni paleolit dövründə yaranır ana xaqanlığı, onu demək istəyir. Orta daş dövrünə gəlirik indi. Yəni paleolit dövründən sonra mezolit dövrü. Mezo sözü orta deməkdir, lit də daş deməkdir. 12-8-ci minilliklərə əhatə eləyir. Orta daş dövründə uşaqlar ilk olaraq biz bilməliyik ki, ox və kaman kəşf olunur. Şəkillərində göründüyü kimi. Və ox və kamanın ixtira edilməsi ilə bu dövrdə insanlar deyir, ovçuluq, yığıcılıq, balıqçılıqla məşğuldur. Ox və kaman ixtira edilməsi ilə qida ehtiyatı xeyli artır. Heyvanların əhəlləşdirilməsinə başlanılır. Yəni gedib əvvəl əllə və yaxud da ki, daşla ovladıqları bir dənə heyvanı gətirirlər. İndi oxla daha çox heyvan ovlayırlar. Və qida ehtiyatı artır. Ta ki, gedirlər bir dənə ceyranı belə deyək, yararlayırlar ovla, qaçmağını əngəlləyirlər. Tuturlar, ceyran gətirəndə onun belə deyək, arxasıca balalar da gəlir. Və nə yaranır? Maldarlıq. Və yaxud da ki, nə yaranır bu dövrdə? Əkinçilik. Çünki bilirlər ki, hansısa bir heyvan ya ot yeyəcək, ya da ət yeyəcək. Onu saxlamaq üçün belə deyək, ya əkəcəklər, əkinçilik yaranacaq və belə deyək, həm də maldarlığın, əkinçiliyin əsası qoyulacaq. Yəni ibtidai maldarlığın əsası hansı dövrdə qoyulur? Mezolit dövründə. Beləliklə ilk əkinçilik vərdişlərinin deməli ilk əkinçilik və ibtidai maldarlığın əsası qoyulur. Deməli, mezolit dövründə deməli gəlir nəyə? İstehsal təsərrüfatının əsası qoyulur. Uşaqlar, bu mezolit dövründə keçid sözü
Yadınızda qalsın ki, yəni bu dövrdə dayə əkinçiliyi ilə maldarlığın əsası qoyulsa da, əsas məşğuliyyət forması şey olmur. Əkinçilik və maldarlıq olmur. Və yaxud da ki, istehsal təsərrüfatı dövrü olmur. Əsas məşğuliyyət forması yenə də ovçuluqdur. Amma istehsal təsərrüfatına keçidin əsası qoyulur deyir. Əvvəllər təbiətin hazır məhsullarından istifadə edən insanlar indi onları özləri istehsal etməyə başlayır. Deməli, istehsal təsərrüfatı yaranır. İstehsal təsərrüfatına keçidin əsası qoyulur, amma yenə də mezolit dövründə, yəni orta daş dövründə əsas məşğuliyyət forması nədir? Ovçuluq və yığıcılıq. İstehlak mənimsəmə, istehsal, təsərrüfatı. İndi onların fərqinə baxırıq. Ovçuluq və yığıcılıq ilə məşğul olması, yəni təbiətdən məhsul olan hal şəklində mənimsəməsi, istehlak etməsidir. İnsanların təbiətin yaratdığı məhsulları təkrar istehsal etməsi onların əkinçilik və maldarlıqla məşğul olmasıdır. Yəni burada da qeyd eləyir. Mezolit dövründə əmək alətləri, burada özünüz də baxa bilərsiniz. Sümükdən iynələrdir, daş alətlərdir, sümük bizlərdir, sümük harpundur. Uşaqlar, bütün o dövrlər var, paleolit, mezolit, neolit. Onların sonunda eneolit, onların sonunda lit varsa, lit nə deməkdir? Daş deməkdir. Yəni bu dövrdə əsas əmək aləti daşdan hazırlanmışdır deməkdir. Yəni bunlar üçün oxşar cəhət nədir? Əsas əmək alətlərinin daşdan hazırlanması. Mezolit dövrü belə deyək, abidələri Qobustan düşərgəsidir. Qobustan Bakıya gedərsiniz yəqin ki, Bakıya gedəndə deməli ən azından Cənub bölgəsindən Bakıya gedəndə də sol tərəfdə belə deyək, Qobustan yazısını görə bilərsiniz. Daha, yəni 55 kilometr cənubda Xəzər dənizinin sahillərində yerləşir və orada belə deyək ki, qayaüstü təsvirlər, harpun, yəni biz oxucu, balıq tutmaq üçün alət olan harpun düzəldilmişdir. Sonra burada deyir ki, Norveç alimi Tur Heyerdalın marağına səbəb olmuşdur. Tur Heyerdal 20-ci əsrin sonlarında bir neçə dəfə Qobustanda tədqiqatlar aparmış və belə bir nəticəyə gəlmişdir ki, Azərbaycan gəmiçiliyinin meydana gəldiyi ən qədim diyardır. Burada da yadınızda qalsın, mezolit dövrü ən çox Qobustanla məşhurdur. Qobustan sonrakı dövrdə də yaşayış məskunə kimi göstərilir, amma ən çox mezolit dövrünə aiddir. Və burada da uşaqlar məlumat verir ki, 1939-cu ildə İshaq Cəfərzadə deyirlər, tərəfindən deyir ki, qeydə alınmışdır. Təbii boya ilə çəkilmiş buradakı qayış təsvirlərinin sayı 6000-dən çoxdur. Qobustan açıq səma altında muzey də adlanır və UNESCO-nun belə deyək, siyahısına əlavə edilmişdir. UNESCO BMT-nin təşkilatlarından biridir. Qədim daş və orta daş dövrü üçün oxşar cəhətlər var. Yəni paleolit və mezolit dövrləri üçün. İkisində də çaxmaq daşından, yəni daşdan istifadə edilmişdir. İstehlak təsərrüfatı. İstehlak nədir? İstehlak yəni bizim mənimsəmə, təbiətdən mənimsədiyimiz bir məhsula istehlak deyilir. Yəni istehsalı olmayan bir dövr. İstehlak təsərrüfatı mövcud olması deyir. İnsanlar təbii icmadan, nəsli icmada, yəni qəbilə icmasında yaşamışdır. Çünki o üst paleolit dövründə də nəsli icma yaranıb, mezolit dövründə də davam edib, ona görə deyir. Ana xaqanlıqda səsli nitq, müəyyən dini inanclar mövcud olmuşdur. İnsanlar sadə incəsənətlə məşğul olmuşdular deyir. Sonra yeni daş dövrü. Uşaqlar, yeni daş dövrü, yəni neolit, neo sözündən birləşdirilib, yəni yeni daş dövrü adlanır. 8-6-cı minilliklərin ortalarına qədər onu çiftdə qeyd edilib. Sonra burada deyir ki, belə deyək, neolit dövründə əhalinin həyat tərzi və məşğuliyyəti. Deyir, ilk vaxtlar insanlar köçəri həyat tərzi sürürlər. Yəni bizə demək istəyir ki, neolit dövründə insanlar köçəri yox, artıq oturaq həyata keçməyə başlayırlar və daimi yaşayış yerləri yaranır. Oturaq həyat nə demək? Yəni bizim kimi kənd və yaxud da şəhər, bir yerdə qalmaq. Amma qədim dövrdə əsasən də türk tayfaları, Mərkəzi Asiyada yerləşən türklər köçəriliklə məşğul olublar, at bilinə gəziblər. Burada da köçəri həyat tərzi sürməyə artıq deyir, son qoyurlar. Nə olsun var, amma oturaq həyata keçirlər. Daimi yaşayış yerləri formalaşır. Ev tikirlər, koma tikirlər və müxtəlif peşələr yaranır. Oturaq həyata keçdikdə müxtəlif peşələr yaranmağa məcburdur. Müxtəlif peşələr, istehsal təsərrüfatı formalaşır. Beləliklə insanlar təbiətin asılılığına son qoyulur. İnsanların təbiətin asılılığına son qoyulur. Burada sözümüz nədir? Yəni burada deyir ki, insanların təbiətdən asılılığına son qoyulur. Uşaqlar, bu o demək deyil ki, istehsal təsərrüfatı burada yaranır. Yəni insanlar o qədər işlə məşğul olurlar ki, yəni tutaq ki, qulluqçuluqdur, tutaq ki, dəri işləmədir, sümük işləmədir, maldarlıqdır,
belə deyək, əkinçilikdir. Amma burada deyir ki, istehsal təsərrüfatı dövrü adlanır və insanların təbiətdən asılılığına son qoyulduğu dövr neolit dövrüdür. Məncə bu fikir səhvdir, amma kitabın dediyindən gedək. Deməli, neolit dövrün əmək alətləri, yenə də çaxmaq daşı, dəvə gözündən əmək alətlərinin hazırlanmasıdır. Paleolit və neolit dövrü üçün oxşar cəhətdir. Toxa. Toxa nədir? Toxa burada sağda gördüyümüz şəkildir. Toxa sümükdən və yaxud da ki, ağacdan hazırlanırdı. Yeri yumuşatmaq üçün, əkinçilik daha da asanlaşdırmaq üçün istifadə edilirdi. Neolit dövründə yaşayış məskənləri bizə 2 dənə yer verir. Tovuzda Göytəpə, əsas 2 dənə yer verir. Neolit dövründə Naxçıvanda, Gəncə, Qazax bölgəsində, Təbriz ətrafında, Qobustanda, Tovuzda Göytəpə, Ağcabəddə, Kamiltəpə yaşayış yerləri, sümükdən və daşdan düzəldilmiş toxalar, oraq və oraq dişləri, çəkic, balta və sair alətlər tapılmışdır. Neolit dövründə sənətkarlıq. Deməli, əhalinin böyük hissəsi, az öncə dediyim kimi, oturaq həyata keçməsi, onlar arasında müxtəlif sənət sahələrinin yaranması zəmin yaratmışdır. Sənət sahələri meydana gəlir. Hansı sənət sahələri? Duluçuluqdur, toxuculuqdur, cildən saxsı qablar hazırlanmasıdır, yəni duluçuluq bu deməkdir. İnsanlar daş alətləri deşməyi, cilalamaq öyrənirlər. Bütün bunlar ibtidai cəmiyyət tarixində əsl inqilabi dəyişikliklər idi. Deməli, neolit dövründə nə dedik? Neolit dövründə qayıdaq bir dənə. Dedik ki, insanlar daimi yaşayış yerləri, yəni oturaq həyata keçirirlər və insanların təbiətdən asılılığına son qoyulur. Əsas təsərrüfat sahəsi yenə də əkinçilik, maldarlıqdır. Amma mezolit dövründə bu tərsi idi, yəni ovçuluq idi əsas belə deyək, məşğuliyyət forması. Ovçuluq və yığıcılıq. İndi burada deyirik ki, istehsal təsərrüfatı mezolitdə yaranır. Əkinçilik, maldarlığı mezolitdə yaranır. İstehsal təsərrüfatına keçid dövrü mezolitdir, amma istehsal təsərrüfatı dövrü neolitdir. Yəni əsas məşğuliyyət forması da əkinçilik və maldarlıqdır. Tapılan, elə deyək, əsas yerlər də Tovuzda Göytəpə və Ağcabəddə Kamiltəpədir. Neolit dövründə sənətkarlıq dediyimdə gəlirik, belə deyək, mis daş dövrünə. Mis daş dövrü biz bilməliyik ki, ilk tapılan metal, tarixdə ilk tapılan metal misdir. Mis yumşaq maddə olduğu üçün, yumşaq material olduğu üçün, metal olduğu üçün daşı sıradan çıxarda bilmir. Yəni möhkəm deyildi. Daşı sıradan çıxarda bilmədiyinə görə həmin dövr mis daş dövrü adlanır. Yəni burada da əsas yenə də təsərrüfatda işlənilən alət daşdan hazırlanır, daşlardan hazırlanır. Yəni ən çox daşlardandır. Mis daş dövrü 6-cı eramızdan əvvəl 4-cü minilliklərin ortalarına qədər davam edir. Əhalinin yaşayışına baxırıq. Bir ki, əhalinin sayı xeyli artır. Bu dövrdə oturaq həyat tərzi sürən qəbilələr əkin-biçin alətlər hazırlayırdılar, torpağı toxa ilə təmizləyirdilər, müxtəlif taxıl növlərindən becərir, onu döyür və istifadə edirlər. Heyvan sürülərinə demək olar ki, bütün əsas ev heyvanları var idi. Əvvəl kitablarda deyir ki, belə deyək, heyvanların əhəlləşdirilməsi mezolit dövründə başlanılır, neolit dövründə sona çatır. Amma burada deyir ki, bütün əsas ev heyvanları demək olar ki, əhəlləşdirilmişdir. Yaşayış məskənləri çay kənarları, kiçik bulaqlara yaxın yerlərdə yerləşirdi. Evlər çiy kərpicdən və möhrədən tikilirdi. Bu evlər dairəvi, sonralar düzbucaqlı formada qazmalı tipli evlər də mövcud olmuşdur. Bunu bilmək maraqlıdır. Cəlilabad rayonu, yəni bizim rayonun Əli-Şəməşnəbə kəndində mis daş dövrünə aid tikililərə daha çox rast gəlinir və həmin tikilərin evlərin ortasında və divarın dibində ocaq qalayırdılar. Çox vaxt evlər və onlara bitişik ambar binalar başqa sahələrdən xüsusi divar ayırırdı. Əmək alətləri. Əmək alətlərinə baxdıqda isə daş alətlərinin hazırlanma texnologiyası daha da təkmilləşdirilir. Ənənəvi əmək alətləri sırasına ənənəvi əmək alətləri sırasına yeni əlavə olunur. Daşdan, sümükdən və metaldan yeni əmək alətləri, bəzək və məişət əşyaları hazırlanır. Biz deyək ki, ev sənətkarlığında yeri şumlamaq üçün toxa, toxuculuqda isə istifadə olunan biz və iynələrdən, qaşıq və bıçaqlardan hazırlanırdı. Metaldan istifadə olunmağa və ondan əmək alətləri hazırlanmağa başlanmışdı. Əkinçilik və maldarlıq əsas sahə idi, eyni zamanda əsas ərzaq mənbəyi idi. Toxa əkinçiliyi inkişaf etmişdi. Buna görə də mis daş dövrünün əkinçiliyini toxa əkinçiliyi də adlandırılır və yəni bu dövrdə desək ki, toxa əkinçiliyi dövrü hansı dövr sayılır? Biz bilməliyik ki, 6 eramızdan əvvəl 6-4-cü əhatə edən neolit dövrü. Ərzaq olan tələbatın bir qismi də ovçuluq və balıqçılıq vasitəsilə təmin edilir. Lakin mis daş dövründə ovçuluq və balıqçılıq köməkçi və ikinci dərəcəli təsərrüfat sahəsinə çevrildi.
Məhsulun tədricən artması və təbəqələşmənin yaranması ictimai bərabərsizliyin elementləri idi. Biz ictimai bərabərsizliyin başlanğıcını buradan götürə bilmərik. Yəni sosial bərabərsizlik buradan yaranmayıb. Sosial bərabərsizlik erkən tuzdan yaranacaq. Burada isə elementlərinin görünməsi deyir. Yəni artıq deyir ki, təbəqələşmənin elementləri, faktları görünməyə başlayıb. Sənətkarlıq əhali toxuculuq, uyğunçuluq, metallaşdırma, daşlaşdırma məşğul olurdu. Deməli, Azərbaycanın bir sıra mis daş dövrü abidələrindən tapılmış i ucluqları pambıq və yundan iplik əyirmək üçün iki ucu sivri ağac alət deyilir. Toxuculuğun daha da inkişaf etdiyini sübut edir. Bu dövrdə toxuculuğun inkişafına təkan verən amillərdən biri də qoyunçuluğun inkişafıdır. Niyə? Çünki qoyundan yun alınır, yundan da parçalar tikilir. Gön dəri emalı da əlbəttə ki, belə deyək, heyvanların dərilərindən hazırlanırdı, ayaqqabı və yaxud da ki, paltar tikilirdi. Duluzçuluq daha çox yayılmışdı. Duluzçuluq yenə təkrar edirəm, Neolit dövründə yaranmışdı. Neolit dövründə deyir ki, bəsit kobud formalı saxsı qablar hazırlansa da, mis daş dövründə duluzçuluq daha kütləvi istehsal xüsusiyyətləri ilə fərqlənirdi. Saxsı qablar forma və hazırlanma texnologiyasına görə fərqlənirdi. Yeni saxsı qab növləri istehsal olunurdu. Saxsı qabların davamlılığını və keyfiyyətini yüksəltmək üçün yeni texniki üsullardan istifadə olunurdu və süfrə üçün istehsal olunan qabların səthi xüsusi səliqə ilə hazırlanırdı, müxtəlif naxışlar vurulurdu. Saxsı qabları bişirmək üçün kürələr meydana gəldi. Yəni saxsı qabları bişirmək üçün kürələr dedikdə eneolit dövrü yadımıza düşməlidir. Metallurgiya. İlk metal deyir ki, ustalar əmək alətləri hazırlamaq üçün daha davamlı xam mal axtarırdılar. Mis onların diqqətini cəlb edən ilk metal olmuşdur, ilk kəşf olunan metal misdir. Əlbəttə ki, Azərbaycanın belə deyək, dağlıq bölgələrində Gədəbəy və Daşkəsəndə, Qarabağın dağlıq hissəsində coğrafiya oxuyanlar bilər ki, həmin hissələrdə metamorfik süxurlar mövcuddur və onlardan da belə deyək, dəmir filizi, mis filizləri istehsal olunur. İnsanlar misi döymə üsulu ilə xassəsini icad edirlər. Döymə üsulları yəni soyuq döyə-döyə bir belə deyək, xala salırlar. Sonra isə deyir ki, soyuq döymə üsulu ilə hazırlayırlar. Zaman keçdikcə bu külçələri əvvəlcə ocaqda qızdırmaqla, sonra isə xüsusi qablara əritməklə ibtidai metal işləmə ilə metalın yarandığı dövrdə, ilk metalın kəşf olunduğu dövrdə, yəni eneolit dövründədir. Bunları da yadımıza saxlayaq, çaşmayaq. Mis daş dövrünün əvvəllərində ictimai həyatda qadınların mövqeyi hələ də möhkəm idi. Yəni qadınların mövqeyi ən yüksək zirvəsi sayılır eneolit dövrü. Yenə də deyirəm, tarixdə bir şeyin başlanğıcı var, inkişafı var, ya sonu olacaq, ya da davamı. Məsələn, qadınların belə deyək, yüksək mövqeyə gəlməsi, üst paleolit dövründə qəbile icmasının yaranması ilə, nəsli icmanın yaranması ilə başlayır. İnkişaf dövrü mezolit, neolit və eneolit dövrüdür. Amma sona çatacağı dövr isə erkən tunc dövrü olacaq. Əhalinin dəfn adətləri və dini görüşləri barədə deyir ki, mis daş dövründə insanlar özünə məxsus dəfn mərasimi olmuşdur. Burada elə də çox dəyişiklik yoxdur. Deyir ki, evlərin, vəfat edənlərin yaşayış məskənində, binaların arasında və evlərin içərisində dəfn edilirdilər. Müxtəlif əşyalar qoyulurdu qəbirlərin içərilərinə. Vəfat edənlərin üzərində qan rəmzi sayılan qırmızı boya çəkilir, yəni oxra da deyirdik biz buna. Mis daş dövründə də əhalinin həyatında müxtəlif dini ayinlər, ovsun mərasimləri var idi. Qobustanda ovsun və dini mərasimləri əks etdirən təsvirlər mövcud olmuşdur. Sonra mis daş dövründə Azərbaycan əhalisi Ön Asiyanı. Ön Asiya haradır? Ön Asiya yəni İran, İraq, Suriya, Fələstin bölgələri, Aralıq dənizinin şərq sahilləri sayılan Ön Asiyanın qədim mədəniyyət mərkəzinə əlaqələr saxlamışdılar. Yəni eneolit dövründən söhbət gedir. Mis daş dövrünün son mərhələsi metallurgiya sahəsində baş verən dəyişiklik insanların həyatında yeni daha da mütərəqqi mərhələnin tunc dövrünün başlanğıcını qoymuşdur. Burada da mezolit və neolit, eneolit dövrləri üçün oxşar cəhətlər var. Deməli, ana xaqanlığı və qəbile icması mövcud olmuşdur. Mezolit, neolit, eneolit dövrü üçün oxşar cəhətdir. Əmək alətləri əsasən daşdan hazırlanmışdır. İstehlak və istehsal təsərrüfatları mövcud olmuşdur. Əslində, bura paleolit dövründə əlavə eləməliyirlər. Çünki ana xaqanlığı paleolit dövründə, qəbile icması da paleolit dövründə, üst paleolitin son dövründə mövcud olmuşdur. Əmək alətləri əsasən daşdan, yenə də paleolit dövrünə əlavə eləməlidirlər. İstehlak, istehsal təsərrüfatları mövcud olmuşdur. Paleolit dövründə istehsal yox idi. Ona görə də paleoliti yazmırlar, düz eləyirlər. Paleolit dövründə istehlak var, istehsal yoxdur. Amma bu üçün də mezolit, neolit, eneolit dövrlərində
istehlak və istehsal təsərrüfatları mövcud olmuş. Hətta indi də istehlak var mənimsəmə. Məsələn, dağlıq ərazilərdə meşəyə gedəndə böyürtkən yollar və yaxud da gilə meyvə yollar. Bu istehlakdır. Təbiətdən belə deyək, qidalanmaq. Neolit və eneolit dövrü üçün oxşar cəhətlər. İnsanlar qəbilə icmasında yaşamış, oturaq həyata keçmişdilər. Daşdan sümükdən əmək alır. Yenə daş söhbəti var burada. İnsanlar daşı deşməyi və cılalamağı bacarırdılar, bacarırdılar. Əkinçilik və maldarlıq əsas yer tuturdu, gildən saxsı qablar düzəldilirdi. Torpağı toxa ilə yumşaldırdılar, oraqdan istifadə olunurdu. İstehlak və istehsal təsərrüfatları mövcud olmuşdu. İnsanlar duluzçuluq və toxuculuqla məşğul olurdular. Tunc dövrünə qədər keçdim. Növbəti dərsimiz Tunc dövründən başlayacaq və daha maraqlı olacaq. Ümid edirəm ki, bəyəndiniz. Bəyənib abunə olmağı, paylaşmağı unutmayın. Sağ olun.